Namanganı Özbəkistana və bütün dünyaya məşhur edən onun gülləridir. Biz bura 3 il əvvəl gələndə, Özbəkistan layihəsini həyata keçirəndə Namanganda artıq güllər açmışdı, amma biz onu layihəyə salmamışdıq. Yəni çox xəbərimiz yox idi. Ona görə Namangandan biraz kənarda qaldı. Bu il isə 65-ci Gül Festivalıdır və şəhər çox genişdir, yolları genişdir, hündür mərtəbəli çox azdır. Biz dünən Əfsanə Park deyilən çox böyük bir atraksiyonlar, çox böyük bir bizim Luna Parkı gəzdik. Onu da cəmi birlə hazırlayıblar. Olduqca möhtəşəm bir iş ərsəyə gətiriblər və qonşu ölkələrdən də həmin əfsanələrdə dincəlməyə gələnlər var. Bu il isə 65-ci Beynəlxalq Gül Festivalına, demək festival açılana qədər gündə 1 milyon çiçək əkiblər və bir aya 30 milyon çiçək əkiblər. Nəticədə bu göstəriciyə görə Namangan Gül Festivalı öz statistikasına görə Guinness Rekordlar kitabına daxil edilir. Burada hər növ qızılgüllər yetişir və Namanganda əsas Gül Festivalının keçirdiyi ərazi Zahirəddin Məhəmməd Baburun adını daşıyan parkdadır. Əsas etibarilə günorta havalar isti olur deyənə, günorta siesta vaxtıdır, sakitçilikdir və axşamlar artıq insanlar parka dolu toplaşır və hər cür yerli xalqın, gələn qonaqların da istirahəti üçün, əylənməsi üçün burada hər cür şərait yaradırlar və ən çox da nə edirlər? Çalıb oynayırlar. Dünən dostlar bura axşam gəldilər. Biz baxardan çox yorulmuş düşmüşdük və hər bir çağırışa rağmen biz otelə qayıtmağı üstünlüyü bildik. Çünki çox gecə idi və yorğunluqdan da dağılırdım. Və digər tərəfdən də söylədim ki, mən gün işığında görmək istəyirəm. Düzdür, indi bunların anlayışında hər yerə ki, işıqlanma qoyublar deyənə, onlar parkı axşam görməyin zərurliyini bildilər. Dostlar çəkiblər, onlardan gecə görüntülərini götürəcəm. Amma güllərin özünü, yəni güllərə qoyulan o lampaları deyil də, onları gün işığında görmək əlbəttə daha gözəldir.